Hansı ki o qardaşuz zad var. Qardaşız. Onu bütün uşaqlar hamı deyir ki, sən məsəl üçün serioznu orada Serioznu, 100%. A4 Pro. Yəni mən elə 100% bildim serioznu ki, mən bu yazmışam. günə qədər də, yəni sən özündən eşitməsən, mən elə bilmişəm ki, sən prosta onu mırtdaşmaq üçün eləmisən. Yox, təbii ki, orada obrazın falan var da, yox, yəni mırtdaşmaq üçün eləməmişəm. Yəni orada zarafat tipli bir trekdir, yoxsa tam belə, yəni mən A4-dən Yox, bir dəfə qara spor repdir, elədim. underground repdir. Prosta qafiyələri elə eləmişəm də, elə yazanda özümə çox xoş təsir eləyir. Serioznu qoysaq qırağa, oturub qulaq assan, yumoristik tərəfdən çox zordur. Seryoz nə deyirsən? Məsələn, perfekt, çox mükəmməl bir şey məncə. Hər şeydə bir 10-a 10 mükəmməl bir şey axtaranda məncə Yəni sənin ondan qabaq Vasmikanets trekin oldu. Ona görə sənə deyirəm ki, çox belə mən bunu işə, yəni seriozla yanaşmaqdan hara gəlmisən. Amma yenə görsən, yenə eksperimentlər. Təbii ki, insan inkişaf eləməlidir də. Yəni inkişaf eləməsə bizim bir hasardan fərqimiz olmaz da, yəni. Kəramətli. Kəramət yoxdur, yapılmır. Yox, həqiqətən də, yəni